Şəxsi münasibətlərdə necə, hansı görünüşdə birisinə üstünlük verdiyimizi səsləndirəndə və öz zövqlərimizi ifadə edəndə digərlərinə qarşı ayrı seçkilik edirikmi? Bu yalnız şəxsi seçim məsələsidir, yoxsa body shaming də baş verir? Bu mövzuda çox incə xətt var. Bunu müəyyən etmək üçün ilk öncə body shamingin nə olduğuna baxaq. Body shaming insanın bədəninə görə tənqid olunması və ya ayrı seçkiliyə məruz qalmasıdır. Bu ayrı seçkilik hər zaman açıq və şüurlu şəkildə səsləndirilmir. Bizə etik gələn ifadə şəklimiz günün sonunda kiminsə özünü pis hiss etməsinə, qəzəbinə səbəb ola bilər. Body shaming insanların özlərini qəbul etməsini və səmimi şəkildə ifadə etməsini çətinləşdirir. Bu xüsusilə yeni mühitlərdə və tanışlıqlarda daha aydın görünür. Çünki zahiri görünüşə görə mühakimə olunmaq, rədd edilmə və narahatlıq hissi yarada bilər. Şəxsi üstünlüklər başqa birisinin görünüşündən xoşlanmaq və buna əsasən seçim etmək deməkdir. Bunlar bizim qərarlarımız və davranışlarımıza təsir edə bilir. Eyni zamanda body pozitiv bizə deyir ki, sosial standartlara baxmayaraq bütün bədənlər gözəldir. Bütün bunlar bizdə suallar yaradır. Belədirsə, niyə bəzi görünüşdə olan insanlara üstünlük verib digərlərini ignor edirik? Bizim zövq dediyimiz body shamingdirmi? Yəni zövqlərimizi rahat ifadə edə bilərik, yoxsa kiminsə xətrinə dəyə bilər deyə susmalıyıq? Hər bədən gözəldir deyib, sonra niyə ancaq hündür və ya arıq birini axtarırıq? Bunu etmək etikdir, yoxsa deyil? Araşdırmalar göstərir ki, zövqümüzün formalaşmasına psixoloji, emosional və sosial faktorlar təsir edə bilər. Fiziki cəlbedicilikdən əlavə, bəzən özümüzə bənzər birisini axtarırıq. Çox zaman emosional uyğunluğa üstünlük veririk. Yəni özümüzü daha rahat, daha yaxşı hiss etdiyimiz birini seçirik. Elə olur ki, partnyorumuzu şuuraltı seçirik. Həmçinin şəxsi üstünlüklərimiz, əhvalımız, düşdüyümüz situasiya, ortaq dəyərlər, maraqlar və sair kimi şeylərdən də asılı ola bilir. Yəni bu proses o qədər də sadə və birmənalı deyil. Çünki fiziki görünüşdən əlavə başqa faktorlar da rol oynayır. Ona görə də zövq dediyimiz əslində daha mürəkkəb birləşmələrdən yaranır. Bəlkə də özümüz də fərqində olmayıb onu yalnız fiziki görünüşə sığdırıb ifadə etməyə çalışırıq. İfadə etdiyimizlə real seçimlərimiz isə fərqlənə bilər. Eyni zamanda zövq dediyimiz filmlər, sosial media, reklamlar, pop kultura vasitələrinin təsiri ilə də formalaşa bilir. Yəni istəmədən buna məruz qala bilərik. Bunun fərqində olmaq əsl zövqlərimizi başa düşməyə kömək edə bilər. Buna görə də şəxsi üstünlüklərimizi ifadə edərkən onların yalnız fərdi seçim deyil, həm də sosial və mədəni konstruksiyalarla formalaşdığını nəzərə almaq vacibdir. Bu, zövq və body shaming arasındakı sərhədi daha aydın görməyə kömək edir. Bəli, bütün bədənlər dəyərli və hörmətə layiqdir. Sadəcə hər kəs bizim üçün eyni dərəcədə cəlbedici ola bilməz. Çünki hər kəsin seçim haqqını tanımaq da vacibdir. Bəzən body shaming müəyyən bədən tiplərinə üstünlük vermək adı altında maskalana da bilər. Zaman-zaman insanların öz zövqlərini kibirli və zərərli şəkildə səsləndirdiyini də görürük. Bax, bu əsl body shamingdir. Bəs siz bu olduqca təzadlı mövzu haqqında nə düşünürsünüz? Fikirlərinizi şərhdə bizimlə bölüşə bilərsiniz.